Herkese salam kızlar, kanalıma xoş gəlmisiniz. İkinci gündən sizə salam. Biz hələ də rayondayıq, amma bugün qayıdacağıq obratna. Mənə telefonuma bildiriş də gəlib ki, Temudan aldığım paltarları gəlib gəlal nöqtəsindədir. Evə çataq, onları götürəcəm və sizin üçün video çəkəcəm. Çox güman ki, bugün çəkə bilməyəcəm. Onları çünki bir-bir geymək lazımdır, ütüləmək və s. Çox güman ki, sabah çəkəcəm. İndi isə biz qəşəng, mehriban oturub zavtrakımızı eləyirik və yavaş-yavaş çıxırıq yola. Bu şokoladda olan çiyələklər dəhşət dadlı idi. Qəşəng qaynar çayla super gedirdi. Bugün tez durmuşuq. Baldızım tərəfindən mənə verilən çox gözəl bir hədiyyəni sizə göstərməyi istəyirəm. Bu deməli çantadır. Çıxarda bilmirəm. Çox sağ ol. Cibi həmişə bol olsun. Həqiqətən çox bəyəndim. Çünki buna bənzər modellərə bəzi vloqlarda gedib baxırdım. Amma bu dərəcədə mükəmməli görməmişdim. Üstündə asılqan zad olanda çox xoşuma gəlir. Bir sözlə tez-tez videolarımda bunu özümlə götürdüyünü görəcəksiniz. Üzdəki elə optimal razmerindədir ki, hər şey sığışacaq. Burada unutdum sizə göstərməyi. Hələ mamaya kəlağayda hədiyyə olundu. Evə çataq, onu da göstərəcəm sizə. Gətirdiyim səbəti meyvələrlə belə doldurub obratna göndərdilər. Xiyar, pomidor, bir sözlə kənddə olan hər şeydən qoydular, sağ olsun. Fərqi yoxdur, ümumiyyətlə hara gedirəmsə, həmişə yol gedirəmsə, yoldan sonra nəsə özümü yorğun hiss edirəm və həmin gün fikir versəz, vloqunu davam edə bilmirəm. Paltarları yerbəyer eləyirsən, çimirsən, özvə gəlirsən yoldan sonra belə baxanda maşına mən sürməmişəm, amma yenə də mən yorulmuşam. Ona görə əvvəl dediyim kimi bugün planda nə var? Deməli, gedib bağlamanı götürəcəm. Amma sabah biri gün sizin üçün unpacking çəkəcəm. Yəni ki, plan budur. Sizdən isə həmişəki kimi bir xahişim olacaq. Əgər hələ də mənim kanalıma abunə deyilsinizsə, mütləq abunə olun. Çünki bu məni dəhşət motivasiya eləyir. Sizin üçün bol, çox vloqlar çəkməyi. Gəldik, çatdıq. Şükür Allaha sağ-salamat evə. Və mən öz hədiyyəmi, çantamı göstərmişəm sizə. Amma mamaya da hədiyyə verilib. Bu deməli belə gözəl kəlağayıdır. İndi açıb da sizə göstərəcəm. Buralar da hamısı tükdür, Twix'in biz olmamışıq neçə gündür. Yoxsa mən hər gün onu darıyıram və buraları təmizləyirəm. Olmamışam deyə birdən baxın nə günə düşüb buralar. Mamaya ümumiyyətlə nəsə almaq qəliz məsələdir. Amma çox gözəl, incə düşünülüb. Bu deməli belə bir yaylıqdır və yaxud nə deyirlər bunu. Çox gözəl keyfiyyətə malikdir. Payınız artıq olsun. Mama da çox bəyənib. Taxacaq bunu şarf kimi belə üstündən bəzi paltarların. Çox gözəldir. Özgə keyfiyyətli biridir. Mən də çox bəyəndim. Dedim ki, göstərim sizə. Çünki öz çantamı göstərdim. Bunu göstərmədim. Bir vlogumu paylaşdım və sırası telefonu əlimə götürdüm və başladım təzə vlog çəkməyə. Harasa çıxmaq istəyirdim bugün, amma bayırda hava çox küləklidir. Bir vedrə doğğa və belə bir yeməyim dəhşət dadlıdır. Növbəti gündən qızlar sizə salam. Çörəyimi yeyim, makyajımı eləyim, qəşəng oturum, bir-bir aldıqlarımı sizə göstərim. Dünənki videoya siz sağ olsun, çox qısa bir zamanda 10.000 like yığmısınız və hamı mənə orada rəylərdə yazır ki, nə oldu təzə vlog, bəs 10.000 yığdıq. Amma halbuki mən o videoda deməmişəm 10.000 like yığın ki, mən sizin üçün təzə vlog atım. Amma artıq borclu kimi hiss edirəm. Ona görə bunu da sırası növbəti gün atacağım. İlk deməli mən bu ayaqqabılardan başlamaq istəyirəm. Heç vaxt belə qeydə taxmamışam, yox, geyinməmişəm. Bağlama əslində dünən gəlib və dünən açdım. Hər bir məhsula baxdım və obratna paketə saldım. Ona görə tam ətraflı öz fikrini sizə bildirə bilərəm. Adi krasovkalarım çoxdur, amma qeydə heç vaxt həyatımda olmayıb, amma bəyənmişəm. Onların qiyməti o qədər münasibdir qızlar və fərqli risunkalılar var. Deməli mən 18 manat almışam. Hələ əlavə olaraq kuponum da var idi. Bir sözlə havayı başa gəlib. Bu rozvi hissələri görürsünüzmü? Onun başqa rəngləri də var, başqa risunkalar var və mütləq əlavə olaraq bir ayaqqabıda sifariş edəcəm başqa looklarla kombin eləmək üçün. Amma çox xoşuma gəldi. Həm də ki pink rəngdə paltarları çox sevirəm. Ayağıma tam oldu, kolleksiyamda olsun. Çox rahatdır ayaqda. Növbəti aldığım və mənə görə çox maraqlı bir dəst, amma mən nədənsə düşünürdüm ki, ətəyin altından şortik olacaq, amma təəssüf ki, şortik yoxdur.
Amma yenə də geyinəcəm. Ev üçün də ala bilərsiniz. Bu çöllük də əslində tenis zad oynayanda qızlar geyinirlər. Yazmayın ki, uşaq paltarları yenə alıb. Nə bilim, sevirəm də belə şeyləri. Geyinəndə sanki paltar kimi düşürəm. Əslində paltar deyil. Gördüyünüz kimi ətək acilnadır, kofta acilna. Biz Küreylər şəhərində yaşadığımıza görə bilmirəm çölə geyinəcəm mən bunu və yaxud yox. Altından bir dənə ağ şortik də almaq olar və geyinib bayıra da çıxmaq olar. Ev geyimi də kimi istifadə eləmək mümkündür. Dəst olaraq satılır 23 manata. Bu məhsulun və göstərdiyi videoda məhsulların hamısının linkləri videonun altında sizin üçün yerləşdirəcəm. Sifariş eləmək istəsəz oradan götürə bilərsiniz. Ən balaca razmerində götürmüşəm qızlar. Qiymətləri bilmirəm necə deyim. Çünki mən bunları hamısını dəhşət endirimlə almışam. Kupon istifadə eləyərək. Bu arada videonun altında hər bir məhsulun linki olacaq. Oradan keçid eləyəndə belə bir çarx olacaq. O çarxı fırladırsınız. 2-3 məhsul alırsınız deməli və sizə kupon verilir. Elə eləyib mən bu məhsullar hamısını çox ucuz almışam. Gördüm ki, rəylərdə hamı narazıdır və hamı yazır ki, dəhşət balaca gəlir, məsləhət görmürük və s. Balaca gəlirsə, bu mənim malımdır. Belə qolbaqlardır qızlar, çox qəşəng və şık. Son zamanlar mən bijuteriya çox taxıram, bunları isə 3 manata gördüm. Dedim ki, bu mənə lazımdır. Mən dediyi qiymətdən ola bilsin ki, fərqlənsin, çünki qiymət Temuda çox tez-tez dəyişir. Gəlin taxaq, qolumda da göstərim. Aldığınız məhsul bir ay ərzində yenə də endirimə düşürsə, siz o qiymət fərqini öz kredit balansınıza qaytara bilirsiniz. Ona görə öz sifarişinizə diqqət yetirin. Bundan əvvəl mən Temudan nəsə alanda düşünmədən alırdım. Nə geyinəcəm, nə kombin eləyəcəm və s. İndi isə elə eləmirəm. Bir dənə don almışam, bir dənə baxın nə dərəcədə qırışlıdır bu. İndi ütüləyib, geyinib də göstərəcəm sizə. Bu dəfə həqiqətən şok yaşadım. Paltar mənə uzundur. Belə bir şey ola bilərmi? 100% təbii parçadır, ona görə belə tez qırışlanır. Eynimdəki XS razmeridir, amma biraz boşdur əslində. Bu modeli sizə məsləhət görərdim, bir razmer balaca alasınız. Həm mənə uzundur, həm biraz böyükdür, amma yenə də o qədər xoşuma gəldi parçası. O qədər rahatdır indi, ona görə mənimlə qalır. Kablukla geyinəcəm. O qədər şık görünür və bu qolbaqları əslində mən bu donla kombin eləmək üçün almışam. Məncə ikisi də bir yerdə sanki belə Yunan tipli bir look alınacaq. Maraqlı bir pričoska da ağlımda var. İndi bir yerdə vloqlarda görəcəksiniz necə kombinləri yığıram. Ümumiyyətlə mən əksər sifarişlədiyi şeyləri 99%-ni qaytarmıram, özüm geyinirəm sevərək. Fikir versəz, hal-hazırda qızlar çox maraqlı belə yaylıqları belindən bağlayırlar və çox gözəl görünür. Mən də fikirləşdim ki, qonşudan dala qalma məsələsi. Mən də alım və taxım. Materialı qızlar qəşəngdir, tikişləri də yaxşıdır. Bəyəndim mən bunu, mütləq istifadə edəcəm. Hətta bilirsiniz, yalnız belindən bağlamaq yox, belə başından da bağlamaq istəyirəm. Baxın, belə bağlayıram misal üçün və saçları buruq eləyirəm. Özdə ki, o qədər universal rəngdədir ki, çox şeylə kombin eləmək olacaq. Razmeri də elə gözəl universaldır. Həm başına taxmaq olar, həm də ki, belə belinə. Bizdə şəhərdə belə şərflər bilmirəm neçəyədir belə yaylıqlar. Mən bunu 4 manat 50 qəpiyə almışam. Sizə əvvəl dediyim kimi promokod da istifadə elədim və vəbşə ucuz başa gəldi. Amma full qiyməti 4 manat 50 qəpiyə idi bunun. Ucu paketləri srazu qırağa atıram, çünki mən bunları qaytarası deyiləm. Və qaytaranda da diqqətli olun. Hər bir məhsulu öz paketində mütləq qaytarmalısınız. Bəzilər deyirlər ki, qaytarma pulsuzdur. Mən bilmirəm, məndən pul tuturlar. Bunu isə mamam məsləhət görür ki, mən qaytarım. Amma mən onunla razı deyiləm, çünki çox xoşuma gəldi bu dəst. Old money stylındadır. Hər kəs bəyənmir, bu da normaldır. Materialı biraz qalındır, amma düşünürəm ki, bunu biraz havalar soyuyanda geyməyə daha məntiqə uyğundur. Hal-hazırda isti olar bunda. Deməli, belə bir koftaçkasıdır. Bu dəstə alan hər kəs 5 ulduz qoyub, mən də onlara qatılıram. Mən də 5 ulduz qoyuram, çox gözəldir. Materialı isə viskozadır. Bir balaca iç göstərir, videoda bilinmir, amma real həyatda bir balaca bilinir. Mən sadəcə ağ şortik alacam özüm üçün və belə paltarların hamısının altından onu geyinəcəm və salam. Bunun təəssüf ki, yalnız XS razmeri qalıb, mən də XS almışam 47 manatam. Bir Temu Unpacking videonun altında bir xanım mənə yazır ki, sən Temudan çox baha alırsan. Temuya görə 40 manat nədir? Temudan 5 manata alırlar paltarları. Baxır siz hansı paltarı alırsınız?
Keyfiyyət məsələsi var. Keyfiyyətli bir məhsul 5-7 manata ola bilməz. Və siz gedib şəhərdə belə bir dəst alsaz, inanın ki, minimum 100 manata alacaqsınız. Və belə bir ətəkdir. İndi isə öz narazıçılığımı göstərməyə istəyirəm qızlar. Mən kupalnik da sifariş eləmişəm, şlyapa da sifariş eləmişəm və ona uyğun tutuşturmaq üçün ayaqqabı da almışam. Amma ayaqqabı mənə sınıq gəlib. İndi göstərəcəm sizə. Bilmirəm, pulumu qaytaracaqlar və yaxud yox, vazrat eləmişəm. Misal üçün, bu gülün üstündə görürsünüz nə var? Belə bir şey var. Bu gülün üstündə isə o yoxdur. Belə sınıq gəlib. Mən də orada vurğuladım, videomda çəkdim, göndərdim. Bunlar 13 manata idi. Mən fikirləşdim ki, dənizə falan, istirahətə gedəndə bunları geyinərəm. Amma belə sınıq gəlib. Bunu gəlməyinə baxmayaraq mən mütləq təkrar bundan sifariş edəcəm. Çünki mənim kupalniklə super tutacaq. İndi bilmirəm, bunun sınmağını mənim üstümə atacaqlar və yaxud problemsiz pulumu qaytaracaqlar. Ümid edirəm ki, problemsiz qaytararlar və bir dənə də bundan özüm üçün normal sifariş edərəm. İndi isə kupalnik məsələsinə gələk. İlk öncə onu demək istəyirəm ki, fərqli növ kupalniklər var. Həm bağlı, həm açıq. Əgər açıq abartılı geyinməyi xoşlamırsınızsa, üstündən belə örtməyə ətəklər də var. Mən deməli nə etmişəm? Mən adətən açıq kupalniklər geyinirəm, amma çox vaxt kontent çəkirəm və s. İndi izləyicim görə bilər məni. Ona görə mən nə etmişəm qızlar? Deməli elə bir kupalnik almışam ki, üstündən geyinməyə belə bir koftası var. Deməli, hər şey örtülü olur. Altından da geyinməyə belə bir ətəyi var. Yəni, gözünüzü diskomfort hiss eləməyəcəksiniz. Demirəm, o dərəcədə məşhur bir blogerəm, amma Rusiyada bir bloger var. O gedib sport zala məşq eləməyə və məşq eləyəndən sonra, üzr istəyirəm ifadəmə görə, gedib çimməyə. Çimib çıxanda bu qızın şəkillərini çəkiblər izləyicilər. Və bu şəkilləri satıblar. Siz deyəsiniz ki, mentalitet, onlar ruslardır, onlar üçün hər şey başqa cürdür və s. Heç kimə xoş olmaz ki, özlü şəkilləri hardasa yayılsın. Ona görə bəzi blogerlər deyəndə ki, mən çox izləyici olan yerini istəmirəm, rahat istirahət istəyirəm və s. Baxın, belə bir kupalniki də var, çox gözəldir. Və mən M razmerində götürmüşəm. Halbuki həmişə XS geyinən biriyəm. Yəni ki, kupalnikləri mən məsləhət görürəm ki, bir razmer böyük alın, çünki balaca gəlir, mənə elə gəlir. Deməli, belə bir dəst oldu. Bilmirəm, fikir vermişsiniz və yaxud yox, hal-hazırda hamı Capri alır. Mən də almaq istədim. Belə çox sadə bir model seçdim. O qədər gözəl eynimdə görünür. Dəhşət bəyəndim. Ən balaca razmer almağına baxmayaraq mənə bir balaca boşdu, amma yenə də qaytarmayacağım bunu, geyinəcəm. Çünki çox xoşuma gəldi. Srazu burada öz ayaq qaşlarımı da getirmişəm. Deməli, bu Capri-ni bu ayaq qaşlarına kombin eləməyi istəyirəm. Deməli, bununla bir yerdə geyinməyə koftaçkada sifariş eləmişəm. İndi hamısını bir yerdə geyinib göstərəcəm. Fərqli bir modeldir, baxın belə. Bu da boyun hissəsindən bağlanır. Materialı pis deyil, qiyməti çox münasib idi və düşünürəm ki, bir çox paltarlarla tutuşturmaq olacaq. Sanki həqiqətən keçmişə qayıtdım. Capri-ni mən 27 manat almışam. Ən balaca razmer S olaraq götürdüm. Amma bir o qədər də balaca deyil. Yəni ki, M kimidir. Əgər lap XS geyinən birisinizsə, bu Capri-lər sizə böyük olacaq. Hər tərəfdə bir balaca razrezi var və məncə bu razrez daha da şık görsənir. Qara kofta isə 12 manata idi. Bunun bir razmer balacası da var idi. Yəni ki, mən XS götürmüşəm, amma XXS var idi. Qəşəngdir. Əsas dənizdə geyinmək üçün şlyapa işləyir. Görəsən, siz məni eşitirsiniz, yoxsa boş-boşuna danışıram. Sifariş edəndə diqqət yetirin, bəzi şlyapalar əzik, üzük, nə gündə gəlir. Bunun isə reylərə baxdım, bu bir balaca baha idi o birilərdən. Amma əzik, üzük gəlmir də, əsas odur. Bunu sifariş edin, bunun fərqli rəngləri var. Bunu da qızlar bir balaca buxar ütü ilə düzəldəcəm. Bu problem deyil. Əsas odur ki, keyfiyyəti superdir də, super. Çox xoşuma gəldi. Mən bunu 27-yə almışdım, amma hal-hazırda imенно bu endirimə düşüb, cəmi 13 manatadır. Düşünürəm ki, 100% almağa dəyər. Mən adi günlərdə belə şlyapa taxan deyiləm, amma dənizə gedəndə, istirahətə gedəndə düşünürəm ki, ehtiyacı var
və yaxşı gəldi. Yaxşı ki, bu modeli seçdim. Bu göy kupalnik və həmin tapoçkalarla bir yerdə olacaq idi. Super istirahət look. Bunu qızlar bilmirəm, primyerka eləyim və yaxud yox. Deməli, belə bir koftadır. İçində alt paltar var deyə mən belə modelləri sevirəm. Amma burada bir məqam var ki, sinə hissəsi çox görünür. Düzdür, belə geyinən xanımlarımız var, geyinməyənlər də var. Amma mən çox güman ki, video üçün bunu geyinməyəcək. Çünki mənə görə çox abartılı, açıqdır. Mən misal üçün qısa şortikdən, qısa ətəkdə gəzə bilərəm. Amma belə açıq geyinə bilmirəm. Təəssüf ki, geyinəndə mənə elə gəlir ki, el aləm hamı mənə baxır. Amma Instagramda baxıram ki, bəzi xanımlar geyinir, özündə çox da rahat hiss edir. Öz güvən söhbətidir. Və burada axırıncı 2 dənə məhsul var. İkisini də qaytarıram. Çünki biz sizlə bir yerdə bunları artıq sifariş eləmişik. İkinci dəfədir. Deməli, belə bir ətək çox gözəldir qızlar. Məndə var bundan, amma eyni razmer, eyni ölçüdən yeyinirəm 2 dənəsi. Ona görə bunu məcbur qaytarıram. Çünki təsadüf sifariş eləmişəm. Kupondan istifadə eləmək üçün Aynur işıq sürəti ilə sifariş vurdu. Təzədən bu ətəyi geyməmişəm. Sadəcə telefonda keçən dəfə çəkdiyim vlogun kadrları qalmışdı. Mən dedim ki, belə əlavə edeyim. Birdən o vlogu siz izləməmisiniz, amma belə ətəyi bəyənib, bəlkə özünüz də sifariş eləmək istəyəsiniz. Bunu çox bəyəndim qızlar, qəşəng oturur eynimdə. Qaytarma səbəbim də yalnız odur ki, точно bu ətəkdən məndə var və bir həftə bundan əvvəl sifariş eləmişdim. Və bunu da qaytarırıq, çünki bunu da 2 dəfə vurmuşam. Bu paltarda qızlar çox sizə tövsiyə edirəm. Dəhşət gözəl materialı var. Yadınıza gəlirsə, Qızıl Almağa Laçına gedəndə hələ bu donu geyinmişdim mən. Ona görə bunu da eyni məsələ, yalnız bu səbəbə görə qaytarıram. Amma sizə %100 tövsiyə edirəm bunu. Çox gözəl bir modeldir. Paltarları necə ütüləyirəmsə onları çəkməmişdim sizə, amma mütləq yerbəyer eləyirəm və hər zaman təzə gəldiyi paltarları hamısını ütülüyüb asıram. Mən yumuram. Bilirəm ki, bir çox insan aldığı paltarı ilk öncə yuyur, sonra geyməyə başlayır. Məndə belə bir problem yoxdur. Mən yumadan da geyinirəm. Amma əsas odur ki, şkafda səliqəli formada ütülü vəziyyətində olsun paltarlarım hamısı. Çünki bəzən tələm-tələsi evdən çıxıram və şkafı açan kimi axutum olmur. Bir də ütülə paltarı və s. açan kimi istəyirəm ki, çıxardım paltarı, geyinim və çıxım evdən. Bu bağlamadan deməli 3 dənə məhsulu qaytarmış oluram. Deməli ətək hansı ki var idi, əvvəl dediyim kimi don hansı ki məndə var. Bir də ki ayaqqabı, çünki sınıq vəziyyətində gəlib, məndə elə vurğulayıb qaytarma aformitilədim. Ümid edirəm ki, onunla da problem yaşamaram və normal mənim pulumu qaytararlar. Bugünkü vlogu sonlandırmaq istəyirəm və sizə demək istəyirəm ki, çox sağ olun ki, bu videoya axıra qədər baxdınız. Özünüzə yaxşı baxın. Sizi çox sevirəm. Yaxın zamanda təzə vloqlar da çıxacaq. Daha uzun və daha bol, bu isə belə qısa alındı.